İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir. 28 fevral 8:00-dan 5 mart 8:20:00-a dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1424 nəfər təxliyə olunub. Belə ki, 423 Çin, 273 Azərbaycan, 262 Rus, 138 Tacikistan, 90 Pakistan, 46 Oman, 20 İspanya, 18 Saudiya Ərəbistanı, 11 İran, 11 Gürcüstan, 8 Braziliya, 7 Belarus, 6 Birləşmiş Ərəb Əmirlikləri, 6 Slovakiya, 5 Serbiya, 5 Nigeriya, 4 İordaniya, 4 İsveçrə, 4 Qazaxıstan, 4 Yaponiya vətəndaşı təxliyə olunub. Siyahıda həmçinin Qətər, Bangladeş, Fransa, Özbəkistan, Meksika, Filippin, Türkiyə və Xorvatiyanın hər biri üzrə 3 vətəndaş, Nepal, Yemen, Qırğızistan, İtaliya, Çexiya, Böyük Britaniyanın hər biri üzrə isə 2 vətəndaş yer alıb. Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv adaları, Cənubi Afrika, Kuba, Ukrayna, İsveç, Almaniya, Kanada, Belçika və Vatikanın hər biri üzrə isə 1 nəfər təxliyə edilib.